Ana, səni hüzürlərdə hansı səbəblər narazılığa salır? Sən bəzən gəlirsən evdə danışırsan hüzürlərlə. Mən bəzən yəni qulaq asıram, amma istəyirəm ki, bu bizim sənin fikrinə xalqımız da qulaq assın. Mən inanıram ki, onlar da dəyər verəcək sənin sözlərinə. Buyur. Mən elə fikirləşirəm ki, bu məclislər gedir, hüzür gedir, indi çox kasıbçılıq aylardır. Dolanmaq çətindir indi. Məsəl üçün, mollanın indi hüzürə getsən, mollanın pulunu da verirlər, mollalar salavat pulu yığırlar məclisə. Yəni, xahiş edərdim, o məclisə o salavat pulu yığışdırdılar. Ev yəsi ona qəşək sumha düzəldir verir, ondan sonra pulun qaydasında verir, hər bir şey verir də, yəni bu ev molluya, ev yəsi. Adam görürsən kasıbçılıq, gedirsən, biri verir, səndə yoxdur, məcbursan, səndə ardın olsa o adam verir. Yəni o məclisdə oturan molla pul yığır, özünə yığır o pulu. Bəli, özünə yığır. Mən başa düşmədim, molla oturub orada. Bu molla oturur orada. Orada. Salavat yığır, onu yığsın o pulları, versin ev yəsinə də. Bəlkə ev yəsinin vəziyyəti çox pisdir. Bəli, ev yəsi elə indi Yo, mən onu şəxsən, yəni mən də narazıyam. O elə ev yəsi çox, vəbşi indi kasıbçılıq aydır. İndi hamı zülümlə hüzürü toyuq, zülümlə bilir. Ev yəsi də onun padarkasını, onun nə lazımdır, belə hər bir şeyinə qədər verir. Amma xahiş edərdim, yəni o salavatları yığışdırardılar. Biri verir, birin olmur, o bir sonra baxır, xədilat tapır. Utanır. Yəni utanmayasan da, yəni o pulu şey eləyəsən, nədir, verəsən ev yəsidir. Bildiğin adam utanır da, məcbursan sən də verəsən. Yəni onu biz sök ki, məsələn o ev yəsinə, o molda o yığdığı pulu ev yəsinə versə, biz özümüz də verərik, gəl öyle manat verək, öyle ev yəsinə kömək olsun. Vermir axı, qoy kitabçasının arasına, molla oxuyur, o yaxıncının arasına. Həqiqətən də elə bir ailələr var, həqiqətən də vəziyyəti çətindir. Sağ olsun, bax 7 günlük olurdu, onu indi hansısa icra orqanlarından, hökumət adamlarından o 7 günü 3 günə saldı. Həqiqətən də insanların vəziyyəti ana pisdir. Molla oturur orada, hə, salavat filan kəsə, bəlkə o 3-4 nəfər, məsələn 10 nəfərdir, onun birin bəlkə cibində 1 manatı yoxdur. Sən onu hərədən 1 manat yığanda o yazıq pis olur axı onun içində.